Bugün Kreml'de Rusya Prezidenti Vladimir Putin, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff'u qəbul edəcək. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün Moskva vaxtı ilə təxminən saat 17-də başlayacağını açıqlayıb. Peskov bildirib ki, Putin və Witkoff Vaşinqton və Kiyev arasında Trumpın planı ilə bağlı əldə edilən anlaşmaları müzakirə edəcəklər. O, Witkoff'la bərabər Kremldəki danışıqlarda Amerika tərəfindən Jared Kushner'in də iştirak edəcəyini söyləyib. Kreml rəsmisi Putin-Witkoff arasında keçiriləcək görüşü Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində mühüm addım adlandırıb və Rusiyanın həmişə danışıqlara açıq olduğunu, lakin xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmalı olduğunu vurğulayıb. Peskov Trumpın planının Ukrayna münaqişəsinin həlli üzərində işləmək üçün yaxşı əsas olduğunu da söyləyib. Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev isə bugünü dünya üçün vacib adlandırıb. O, prezident Trumpın Qəzza sülh müqaviləsini hazırlayan komandasının Trumpın Ukraynadakı sülh gündəliyini irəli aparmaq üçün Moskvada olduğunu söyləyib. Qeyd edək ki, Qərb mətbuatında yayılan məlumatlara görə Trumpın planı əvvəl 28 maddədən ibarət olub. Planın müddəaları ictimaiyyətə sızdırılandan sonra Ukrayna və Avropa tərəfindən kəskin tənqidə məruz qalıb. Hətta Bloomberg agentliyi Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Witkoff'la bu plan barədə telefon danışığının stenoqramını yayaraq məlum planın Rusiya tərəfindən ABŞ-yə verildiyini iddia edib. Cenevrədə Vaşinqton və Kiyev rəsmilərinin danışıqlarından sonra Trumpın planının 28 maddədən 19 maddəyə qədər azaldıldığı, Ukraynanın NATO üzvlüyü, Ukrayna ordusunun sayı və Ukrayna ərazisi ilə bağlı müddəaların çıxarılması barədə məlumat yayılıb. Bir müddət əvvəl isə ABŞ və Ukrayna nümayəndələri məlum planla bağlı Floridada danışıqlar aparıblar. Ağ Ev Amerika sülh planının əhəmiyyətli dərəcədə təkmilləşdirildiyini və Floridada Ukrayna ilə son məsləhətləşmələrin çox yaxşı olduğunu və bunun münaqişəyə son qoya biləcəyini açıqlayıb. Rəsmi Moskva isə Trumpın planının rəsmi şəkildə deyil, qeyri-rəsmi kanallar vasitəsilə Rusiyaya təqdim edildiyini açıqlayıb. Kreml planın müddəalarını ictimai şəkildə müzakirəsindən imtina edib. Bununla belə Rusiya Trumpın planını Ukraynada sülh üçün əsas olduğunu bəyan edib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ölkəsinin Trump administrasiyasının Ukrayna münaqişəsinin həllində səylərini yüksək qiymətləndirdiyini söyləyib. Qeyd edib ki, Trump administrasiyası sülh yolu ilə həllə nail olmaq üçün böyük səylər göstərsə də, Avropa ancaq müharibədən danışmağa davam edir. Witkoff'un təyyarəsi artıq Moskvaya enib. Onu müşahidə edən avtomobil karvanı Kreml istiqamətində hərəkəti ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Witkoff'un öncə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə danışıqlar aparacağı, daha sonra isə Putinlə danışıqlar aparmaq üçün Kremlə yollanacağı bildirilir. Qeyd edim ki, bugün Moskvada beynəlxalq siyasi gündəm olduqca zəngindir. Belə ki, ABŞ nümayəndə heyəti ilə eyni gündə Çin Xalq Respublikasının Xarici İşlər Naziri Wang Yi də Rusiya paytaxtında səfərdədir. Artıq onun Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla ikitərəfli görüş keçirdiyi barədə məlumat yayılıb.